İmace, odlu qırmızı at ili veya ənənəvi Çin təqvimində at, zodyak donu götürən qırmızı at elementi olan il. Belə ki, növbəti belə il 2026-cı ildir, haqqında bir neçə önəmli məqam var. Aşağıda zənginlik, maddi uğur baxımından kimin üçün daha əlverişli ola biləcəyi barədə ən düz proqnoz variantlarını verirəm. Amma unudulmamalıdır ki, bu sadəcə astroloji göstərişdir. Konkret zənginlik üçün real səylər də vacibdir. Qırmızı at ili nədir? Çin 60 illik siklində at ilinin elementi od ateş və qırmızı rəngi ilə birləşdiyi zaman xüsusi qırmızı at kamama adlanır. Sinocultural, bu il dinamizm, güclü hərəkət, təşəbbüs, sürət və dəyişikliklərlə bağlıdır. Sinocultural, belə bir il maddi baxımdan potensial baxımdan açıqdır. Amma impulsiv qərarlar, qəfil xərclər riskləri də var. Buddha Stone Shop, hər bürc üçün zənginlik baxımından əlverişli ola biləcək işarələr. Aşağıdakılar qırmızı at ilində, yəni belə elementə sahib ildə, maddi müvəffəqiyyət üçün astroloji baxımdan daha əlverişli hesab edilən Çin zodyak işarələridir. Tiger, çünki atla bu işarənin uyğunluğu yüksək qiymətləndirilir, il ərzində peşə və pul baxımından irəliləyiş ola bilər. Sun signs, dog, it. At ilə uyğunluğu var və maddi baxımdan möhtəşəm il ola bilər. Sun signs, goat və ya koyun, bu işarə üçün at ilində genişlənmə, iş imkanları açıla bilər. Sun signs,